Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib. Xəbər verilir ki, 2011-ci il təvəllüdlü yeniyetmə dünən paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Lumi İsrafili bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı Sahil Nəzarəti Şöbəsinin Zirə Sahil Nəzarəti bölməsinə Xəzər dənizində Azərbaycan Respublikasına mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayıqının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub. Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan səyahət gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib. Keçirilmiş axtarış layihəsinin tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Neçələr rayon sakinləri, 90-cı il təvəllüdlü kişi cinsli şəxs, 97-ci il təvəllüdlü kişi cinsli digər şəxs və 1980-ci il təvəllüdlü digər kişi cinsli şəxs sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb. Afərin sərhədçilərimizə.